Başımda çuxur var. Bu. Belə döyürdü məni. Elə şeylər yaşadım ki, bu şiddət deyil, şiddət onun yanında heç nədir. Hər gün döyülürəm və qızımın atasına deyirəm ki, niyə məni döyürsən? Denən, nə istəyirsən eləyim, amma canım ağrır. Deyir ki, ürəyim belə istəyir. Qızım dünyaya gəldi, evə gətirdik. Qaynata dediyim, ata dediyim insan. Gətirdik, baxdı ona, dedi, çox eybəcərdi. Çünki onlar oğlan gözləyirdi. And içdim o günü. Nə olursa olsun, qızımı bu evdən qurtaracaq. Qızım 3 yaş yarım idi mən. Ölüb dirilib, axırda boşandım. İndi qızım 15 yaşındadır. İllərdir mən bunu qəbul eləmirdim. Bunu yaşayan hal-hazırda da qadınlar var. Və heç kimə sübut eləyə bilmirsən, sübut eləyə bilmədim. Ta ki, kənar yerdə mən artıq boşandıqdan sonra ilahi ədalət hər zaman inanmışam. Orman yerdə bir şey edərkən tutublar. Yanında da uyuşturucu. Özü 30 ilin narkomanı idi. Qoruduqlarım əslində mənim həyatımı məhv eləyənlərdir. Ana tərəfim babam deyil, dayımlar da evdən qaçmışdım, o qədər döyülürdüm. Qonşuya qaçmışam ki, məni indi evdə kilitləsinlər, verilməsinlər. Səhəri